dəfə yenə bir sahil kənarına gedirik. Orada çimməyi düşünürük və oraya gedirəm motosikletlə. Sabahınız xeyir olsun. Bugün mənim artıq 3-cü günümüzdür. Amma Bakı dönməyəcəm, əyərə kağız qalır və heç dönmək fikrim yoxdur. Yəni gəlsəm təkrar qayıdacam. Boşan belə. İndi də ötəmizə çimməyə gedirik. Ondan sonra da gecə pazarı var, oraya gidəcəz. Belə bir ada dəniz kənarına gəlmişik. Bura bax, ay nə gözəl şeylər var. Buraya. Yəni birinci dediyim necə oldu? Mən yenə həmişəki kimi yolu səhv gəldim. Deniyəm. Yolu vururam, amma onlar bizim dilim bilmədiyimiz üçün bizi gətirib azdırırlar bu sırada. İlk ondakı tək azam mən olmadığım üçün gəldiyimiz yerdə elə qərarda qıldıq. Elə bax burada da qalıb, burada da çiməcəyik. Suyun təmizliyini göstərim sizə. Görün, gözünüz, könlünüz açılsın. Şuna bax. Bəlkə siz də görürsünüz. Bilmirəm, ona bax. Amma bizim qumla onların qumunun arasında şey var. Bizim qum yaxşıdır, ya üzdə qalırsan. Bundan qumuna ayağı basan kimi suyun altına gedirsiniz. Şuna bax. Gedirəm, bax, indi bəzəmirəm. Dizlərimdən aşağı olacaq. Nəsə, səs odu qəşək. Orada xət çəkiblər, yəni oradan oraya qətiyyən səhv eləyib keçməyin. Ama böyle bir şey. Tayland'da bu pazar yeri var ki, burada her şey satışta var. Satışta kızarmışları. Aa, bunların yemeklerine bak. Bunlar geçeye okşuyur. Bu pazarda her şey karışıqdır. Yemək, paltar, zaten hamısı birbirinin yanındadır. Balıqlar. Düzdür, yeməyə iyrənc demək düzgün deyil, amma həqiqətən də qoxu çox pisdir. Buna bax, 350 baht, 50 baht, hamı eyni qiymətdə ki bunun. Krevetkanın böyüsünü yemək istəyirdim. Bir də onun... Buna bax, buna bax, kalamar, çıkkılı. Midye burada şey var. 250 baht. Aa, qəşəymiş. İçərik. Timsah ətini. Qardaşım, sənin başımı da kəsiblər. Acab oldu. Aha. Timsah əti.
Böyle acayip. O kadar soza batırıblar ki, istəsən də ətin dadını değil, sozun dadını alırsan. Bu desən salamondur da, yəqin ki, səhv eləmirəmsə. Bunlar nədir heç anlamıram. Polnu bildiğin sosa bax, bura bax. Batırılıb. Burada da pişirirlər. Ona görə kəskin qoxu buradandır. Buradan içki alacağıq. Burada banan, alma, mangosu, limon, bu şeyləri alacağıq. Qiymətlər 50 baht. 50 baht. Nə qədər deyir? 2-3 manatda nəysə. Hər videoda 2-3 manat deyirəm, amma nəysə 50 baht olaraq düşünün. Bayaqları bu balığı çəkirdim. Mən də deyirəm ki, bu balıqlar balaca kim satır? Yəqin aksesuardır dedim, amma səncə mən masajıymış. Mən bunu birinci dəfə gördüm. Oh my god. Bu heyvan bazarında, Allah'ım bu heyvanları telefonda görərdim. Bunu harası yiyirlər görərsən, mənə çox maraqlıdır. Bunların bir çoxunu yemişəm. Deyirəm də yenə bu qalır. Hər kəsə zamanınız xeyir olsun. Bakı sayılı və artıq az günlərim qalmışkən hər kəs gedəmədiyi bütün yerlərə gedir. Təbii ki, hələ istədiyi yerə. Mən də ki, şəhər içi taxılmaq istədiyim üçün yenə də şəhər içindeyim. Biraz yemək aldım. Dedim bir sahilin böyründə oturum da keyfini çıxarım. Ondan sonra biraz daha yazdım. Mənzərəyə baxsana ya. Vay. Bəli xanım. Rahatation. Ama çölge yok. Bloka aldım, elim üşüyordu. Millet küçənin ortasında. Mənzərəyə bak, mənzərə. Mənzərə diye mənzərə. Kardeş. Yani bizi bu bir tane video vardı, yadınıza gelir gelmir bilmirəm. Deyir mən bu atalarımız niye gedib burada yeri keşf eləmədi, gedib bilmem harda yer keşf eləmiş. Tam da o yadıma düştü bu dəqiqə. Adanı demək olar ki tək keşf eləmək. Valla buranı gəzəndə kəşf eləyirsən həqiqətən də. Biraz belə mini balaca kafede oturdum. Yeriniz məlum. Burada belə geçə yerlərdə hava alıyorsun. Və indi də çıxdım, bəzi yerləri gəzəcəm. Burada gecə bazarı olmalıdır, amma hardadır bilmirəm, axtarıram, yəni tapamıram. Burada da Azərbaycandakı kimi evlər deyil. Məsələn, biraz yerinin arı olsun, aradan keçib o bursu binaya keçə bilirsən. Burada o bursu yolun qarşısına keçmək üçün sənin bir uzun müddət yol gedib ondan sonra fırlanman lazım. Bu da şu dərənin dünyanın axırıdır da yani. Allah'ım gezmek güzel. Burada pizza. Burada Türk ve Arap restoranları çoxluq təşkil edir. Yəni istəyənlər gəlib, yəni əgər ac qalmaq istəmirsinizsə rahat yeməyi tapa bilərsiniz. Arayır. Alacam. Aksesuarlıq yerlər. Tam dənizdir. Günəş kremi. Günəş kremi SPF deyim də. SPF Bakıda bahadısa burada çox ucuzdur. Ha, xəbəriniz olsun.
Gəlmişkən dedi bir budaya xeyir verək, şamını dayandıraq, əziyyət çəkib durub şey eləməsin bilsin, yəni düz deyil qardaşım. Ürəyim sana belə pis baxma. Burada da şam yandıracaq, tütsülər falan. Bax qızılı, bunun əlinə yapışdırırlar. Qızıl tozlu olan o şey yapışkanlı. Tamam. Tamam alır dayı. Bu oğlan da desem öyrədir. Bu alnını dayadı qızıl tozuna. Neçəksə. Allah qəbul eləsin. Ayda kiçə deyirəm sizə. Şuna bax. Kəpənəklər. Ah de. Bizim binalarda niyə belə şeylər yoxdur? Burada paltarları biraz bahadır. O bazar yerlərindənsə burada qiymətlər biraz uçur. Sadəcə məkanı göstərmək istədim deyim. Hər yanda da belə motorlar. Bizdə də ilin hər günü yay olsam, mən də valla motor alardım. Amma yenə də alacağım amma.